Yay sezonu açıq elan olunur. Axır ki özümə təzə mikrofon aldım, səsim daha yaxşı gəlməlidir. Bağdan qəşəng 2 növdə tut dərmişdi, qara tutun dadı əla idi. Bunu ilk dəfə yeyirəm, adı yapon əzgili imiş və ən sevdiyim ramaşkalar. Təbii ki də yeməyə doymuyoruz, gedirik özümüzə qəşəng qatıq tökürük. Üstünə də keçən ildən qalma mamanın tut pəkmezini tökəcəm, təbii ki chia toxumundan sonra. Nuşican elədikdən sonra hazırlaşıb çölə çıxıram. Natural feyxua şirəsi aldım. Dadını sizə belə izah eləyəcəm ki, araya elə bil ki, qaxşımış feyxualar da daxil olmuşdu. Dadı biraz qəribə idi açığı. Amma o feyxuanın naturallığı hiss olunurdu. Siz heç bütöv toyuğu belə doğramısınız? Açığı əvvəllər mən ölsəm də toyuğa bu vəziyyətdə əl vura bilməzdim. Biraz yallı oynadıram ki, özünə gəlsin toyuq. Amma artıq mənə ət doğramaq, toyuq doğramaq tamamilə bir terapiya kimi gəlir. Ümumiyyətcə yemək bişirməkdən dəhşətli dərəcədə zövq alıram. İçinə biraz sevgimi qatıram. Soğan doğrayanda isə Shakiranın klipi ağlıma gəlir. O klipə baxanda uşaq vaxtı heç cürə başa düşmürdüm. Amma böyüyəndən sonra başa düşdüm nə demək istəyirmiş. Nəysə, toyuqlu plovum hazırdır. Gedim nuşican eləyim. Siz də sağ olun.